Meteorologiya mütəxəssisləri həyəcan siqnalı verir. Belə ki, mütəxəssislər xəbərdarlıq ediblər ki, zəifləyən qütb burulğanı səbəbindən Avropa bu qışda 1978-79-cu illərdə yaşanan və əsrin qışı kimi tanınan dövrə bənzər həddindən artıq soyuq dalğalarla qarşılaşa bilər. İlk şiddətli soyuqların yeni ildən sonra qitəyə təsir edəcəyi gözlənilir. Arktika burulğanının zəifləməsi Avropaya şiddətli qış gətirə bilər. Avropa və Amerika meteoroloqları qitənin bu qış qeyri-adi dərəcədə şiddətli soyuqlarla üzləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Mütəxəssislərin vurğuladığı əsas məqam, Şimal qütbünün üzərində yerləşən və adətən soyuq hava kütlələrini tutan Arktika burulğanının bu il adi haldan daha zəif bir quruluş nümayiş etdirməsidir. Euronewsun verdiği məlumata görə, mütəxəssislər arasında fərqli fikirlər olsa da, bu atmosfer şəraiti Arktika soyuqluğunun Avropanın daxili hissələrinə çatma ehtimalını artırır. Proqnozlar göstərir ki, milad dövründə Avropada nisbətən mülayim hava şəraiti yaşanacaq. Lakin Avropa Meteorologiya Mərkəzi əsas soyuq dalğanın yeni ildən dərhal sonra qitəyə çatacağını gözləyir. Oxşar atmosfer şəraiti 1978-1979-cu illər arasında Avropada qeydə alınan tarixi fırtınalara və əsrin qışı kimi təsvir edilən şiddətli şaxtalara səbəb olub.